Bugünkü çəkilişimizi biz 2016-cı il aprel şəhidi Rahim Tağıyev və 44 günlük müharibə zamanı şəhid olan Telman Allahverənovun xatirəsinə həsr eləmişik. Qapıda Nihata döndü, üzünü çevirib dedi ki, Nihat, mən gedirəm, ata, ev, ana, bacı sənə əmanətdir. Ola bilər ki, mən gəlmədim. Onun son görüşü elə oldu. Heç vaxt demirəm, niyə şəhid oldu, niyə mən balama apardılar, onun taliyə qismət oyun. Amma deyəm, onu deyərdilər, mən onu indistirəm. Onu yetiştirərdim, bir sənətər, onu qucağıma alardım, doyunca onu iyi çəkərdim. Ümidimiz indi də var. İndinin özündə də geri baxsan ki, fikirləşsən, ümid edirsən ki, gələ bilər, bəli. Bismillahirrahmanirrahim. Mərhəmətli və bağışlayan Allahın adıyla hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bir məzarın başında layihəsi ilə yenə siz əzizlərin qonağıyıq. 2016-cı il aprel ayı zəfərimizin başlanğıcıdır. 2016-cı il aprel döyüşlərindən sonra 44 günlük müharibə zamanı da igidlərimiz o şəhidlərimizin intiqamını almaq üçün şəhadət zirvəsini ucaldılar. Bugünkü çəkilişimizi biz 2016-cı il aprel şəhidi Rahim Tağıyev və 44 günlük müharibə zamanı şəhid olan Telman Allahverənovun xatirəsinə həsr eləmişik. Şəhidlərimiz haqqında onların yaxınlarının dilindən izləyək. Tağıyev Rahim Qaraoğlu 1979-cu il noyabr ayının 10-da Şəki rayonunun Əliyar kəndində anadan olub. Onun vətənpərvərliyini, orduya sevgisini hamı elə uşaq illərindən duyurdu. Yaxınlarının dediklərinə görə Rahim hələ balaca ikən ən sevdiyi oyunu məhz ordu ilə, müharibə ilə bağlı idi. Böyüdükcə uşaqlıqda baş qatdığı oyunların fərqinə vardı. Müharibə. O müharibə ki, Qarabağ uğrunda gedirdi. Ana və bacılarımızın, ata və oğullarımızın qəddarlıqla öldürüldüyü, soydaşlarımıza min bir zülmün, işgəncələrin verildiyi müharibə gedirdi. Torpaqlarımızın mənfur ermənilər tərəfindən işğalına dözməyən Rahim 1998-ci ildə həqiqi hərbi xidmətə yollandı. 1999-cu ildə Gizirlər məktəbinə daxil oldu. Buranı bitirdikdən sonra Rahim Tağıyevə Gizir hərbi rütbəsi verildi və Müdafiə Nazirinin əmrinə əsasən xidmətini davam etdirmək üçün en saylı hərbi hissəyə göndərildi. Rahim orada tank komandiri vəzifəsini şərəflə yerinə yetirdi. Xidmət müddətində hər zaman səmərəli fəaliyyətinə görə Müdafiə Nazirliyi tərəfindən diqqətdə saxlanılıb, mükafatlandırılıb və müxtəlif medallarla təltif olunub. Rahim Tağıyev həm də nümunəvi ailə başçısı və sədaqətli dost idi. Övladlarını vətənpərvərlik ruhunda böyüdən Rahim qısa müddət ərzində hər kəsin sevimli hərbiçisinə çevrilməyi bacarmışdı. O, sevgini, hörməti və diqqəti öz ağlı, savadı, tərbiyəsi və səmiyyəti ilə qazanmışdı. Həmin gecə idi. 2016-cı ilin aprel ayının əvvəli. Düşmən ənənəyə sadiq qalaraq növbəti təxribatına əl atdı. Lakin gözləmədiyi qüvvə ilə qarşılaşdı. Bu qüvvənin adı rəşadətli Azərbaycan ordusu idi. Silahlı qüvvələrimiz düşmənə elə divan tutdu ki, onlar silahlarını yerə qoyub dabanına tüpürdülər. Çünki qarşılarında
Güclü Azərbaycan ordusu, ayaqlarının altında isə od tutub yanan Azərbaycan torpağı var idi. O torpaq ki, sahibinə qovuşmaq istəyirdi. O torpaq ki, dinçlik, sülh və əminamanlıq istəyirdi. O gecə vətən və millət naminə düşmənlə ölüm-dirim mübarizəsi başladı. Erməni təcavüzü və terrorizminin əleyhinə xalqımız bir yumruq kimi səfərbər oldu. Bu mübarizədə qarşı tərəfin öyündüyü Ohanyan səddindən tutmuş, yenilməz ordu mifinə qədər bütün nağılları darmadağın edildi. 4 günlük aprel döyüşlərində Azərbaycanın silahlı qüvvələri düşmən hücumlarının qarşısını məharətlə aldı. Əks həmlə əməliyyatları zamanı ordumuz Ağdərə rayonu, eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad etdi. Bu zəfərin qazanılmasında Rahimin də payı var. Torpağımızı işğaldan azad etmək üçün qəhrəmancasına döyüş meydanına atılan tank komandirimiz ermənilərin kabusuna çevrildi. Onların xeyli canlı və zirehli texnikasını sıradan çıxardı. Bacarığı və şücaəti ilə düşmənə aman verməyən igidimiz sonda xain mərmisinə tuş gəldi. Bu Rahimin son döyüşü, son tapşırığı olur. Ömrünün bahar fəslində Talış kəndinin işğaldan azad olunması istiqamətində gedən əməliyyat zamanı ağır yaralanır. Bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmur. Özü təqdim edeyim. Mən Tağıyeva Vüsalə, Rahim Tağıyevin həyat yoldaşıyam. Şəhidimiz neçənci ildə, hardan adamı? 1979-cu il Şəki şəhərinin Əliyar kəndində adamı. Noyabr ayının? Bəli, noyabrın 10-da. Yəqin orta məktəbə doğduğu kənddə. Bəli, orada gedib, lakin yuxarı sinifləri artıq Aydınbulaq kəndi var, ona yaxın bir kənd, orada gedib, orada məktəb oxuyub. Sizin tanışlığınız harda? Bizim tanışlığımız, biz toya getmişik, orada toyda görmüşük bir-birimizi. Şəkidə? Bəli, Şəkiyə mən toya getmişəm, qonaq qismində. O da oradan hərbini bitirib, elə bir ki, əskərlik müddətini bitirib, evə gəlib ki, sırf hərbiyə yollanmaq üçün o da orada toya gəlib, orada toyda qarşılaşmışıq, orada görmüşük. Neçə il ailə həyatı qurmusunuz? 15 il. Necə günlər idi 15 il? Gözəl, mənalı, ağır, çətin, hər biri içində dop-dolu bir illər idi.
Biz ailə qurduqdan sonra biz Şəkidə bir il orada yaşadıq. Sonra Rahim işi ilə bağlı biz gəldik Goranboy şəhərin Qızılacılı kəndinə. Orada davam elədik. Kirədə qalırdıq, kirayə evdə qalırdıq. Kiçik bir balaca bir evdə qalırdıq. O zamanlar qaz, su, belə bir şeylər olmadığına görə kənd həyatı xırda bir ev, sadəcə o vaxtdakı stol, bir televizor, bir qamot deyirdilər orada. Biz onu hələ şkaf kimi bildiyimiz qamot deyilən bir şey var idi. Yəni elə bir evdə qalmışıq. Çətin olsa da birlikdə idik. Neçə övladınız var? 3 övladım var. Uşaqların neçə yaşı vardı şəhidimiz şəhadət sirvəsini ucalanda? Çox olacaqdılar. Nicatın 6 yaşı hələ tamam olmamışdı. Böyük qızım 8-də oxuyurdu, o biri 6-da oxuyurdu, hardasa. Demək, 2 oğlan, bir qız övladınız var. Sonradan təhsil də verdiniz övladlara. Bəli, çox şükür. Öz arzusu idi ki, uşaqlar olsun. Bəli, hələ Rahim şəhid olmamışdan öncə idi. Biz Kürün qırağında, burada elə bir ki 13 il Qızıl Hacılıda biz kiraya qaldıq. Sonra Mingəçevir şəhərinə gəldik. Uşaqlar məktəbə burada davam elədilər. O müddətdə uşaqlarla vaxt olduqca Kürün qırağına gəzintilərə gedirdik. Bir gün orada gəzdiyimiz bir yerdə Ağsarayın qarşısına dönən bir yer var, Kürə baxan bir yer. Orada Ülkərlə oturduq, nəsə məktəb haqqında söhbət edirdik. Hətta bir söz işlətdi ki, mən qızım oxuyanda gedəcəm, qızımdan qalacam, oğlanlarla sən qalarsan. Rahimin xəyalı idi. Ülkərin oxumağı, Nihatın, Nicatın oxumağı, arzusuydu. Özü xəyallar qurmuşdu. Qızım oxuyanda qızımla gedəcəm, onu tək qoymayacam, yanında olacam. Qız da fəxri diplomla bitirdi. Bəli, qırmızı diplomla bitirdi. Gəncə Dövlət Universitetinin Kimya Biologiya müəlliməliyi fakültəsini. Hal-hazırda da Bakı Dövlət UNEK-də ümumi idarə etmədə oxuyur, magistr pilləsində də artıq. Nihatda təhsil alır. Bəli, Nihatda informasiya təhlükəsizliyini Bakı şəhərində Memarlıq İnşaat Universitetində təhsil alır. İnşallah Nicat İnşallah. Bu il Nihat bitirir. Qismət olsa inşallah magistri, olmazsa da əskərik bu yayı. Amin inşallah. Keçmişə qayıtsaydınız, çox çətinlik dönəmi olur. Yenidən bu həyatı seçərdinizmi? Bəli. Heç tərəddüd etmədi. Heç tərəddüd etmədi. Çox qürur duyursunuz. Əlbəttə ki, Rahim elə bir ata idi ki, onunla qürur duymamaq mümkün deyildi. Yəni, çox gözəl atalıq elədi övladlarına. O müddətdə geymədi, geyindirdi, yemədi, yedizdirdi. Yəni, bizim dövrümüzdə hərbinin maaşı çox az idi. Onunla biz kiraya qalırdıq. Kiraya ilə də çalışdığı qədər övladlarını heç nədən çətinlikdə qoymazdı. İndi gələk, yəni dediniz, yaxşı ataydı, ailə başçısıydı, yaxşı oğluydu. Bəli, bəli. Valideynləri həyatda yoxdular, dünyasını dəyişiblər. Və vətənpərvər. İlgət ki, o sahə neçə ilin hərbçisi idi? 18 il. 18 il. Artıq 2 il qalmışdı bitirmək üçün, lakin qismət olmadı. O 18 il hərbi xidmətdə qüsursuz xidmət medalları aldı. Yaşayanda hardasa 5 medalını ilə sağlığında almışdı. Artıq şəhidliyinə ucalandan sonra onun bir medalı var idi ki, o 20 il bitəndə qüsursuz axırıncı sonuncu medal, lakin ona şəhidlik medalı qismət oldu. Bəli, elə gözəl bir söz işlətdiniz. Yəni ən gözəl medal. Yəni qüsursuzun elə qüsursuzunu aldı. Hansı istiqamətlərdə döyüşüb? Son döyüş yolu? Talış istiqamətində, Tapqaraqoyun Talışdan. 2016-cı 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə o döyüşlər başlayanda Rahim öz tankı ilə döyüşə çıxan igidlərdən biri idi. Qorxmaz, cəsur, igid, qəhrəman. Bütün sözlər ona yaraşardı. Yəni həqiqətən. Çətin də olsa o günlərə qayıdaq, son evdən çıxmağı sanki ürəyinə dammışdım ki, yəni o hərbi sirləri evdə demirdi əlbəttə. Bəli, hərbi sirlər barədə danışmazdı, həyat boyu orada olanları deməzdi. Sadəcə bir gün bu saatlarda evə gəldi, mart ayının son günləri idi. Uşaqları Kürün qırağına apardıq. Yenə də vaxt tapan kimi uşaqları suyun qırağına aparardı. Onun üçün
gəzintisi idi. Yəni çox uzaqlara getmək arzusundaydı, amma gedə bilmirdi. Məsələn, həmişə deyirdi ki, imkan olsa uşaqları dağlara aparıram, oraları gəzsinlər. Bir dənə, vaxtı o qədər qısıtlı vaxtlar olurdu ki, onu da sadəcə bizə yaxın olduğu üçün Kür qırağına aparardı ki, qoy uşaqlar ən azından atasıyla bir yerdə vaxt keçirsinlər. Çünki onun ömrünün çox hissəsi hərbi ilə keçirdi. Evdə çox az hissəsi olurdu. O günü Rahim zəng elədi, evə gəldi. Uşaqları götürdük, yenə getdik Kürün qırağına. Orada uşaqlar oynayırdılar suyun qırağında. Zəng gəldi Rahimə ki, təcili işə qayıtmalısan. Dedim, nə olub? Dedi ki, işdən çağırırlar, uşaqları götür, gedək. Amma demədi səbəb nə olduğunu, mən işə qayıtmalıyam. Gəldi, evdə uşaqları sumkasını hazırladı, veşmeşoğunu götürdü, uşaqlarla görüşdü. Getdi. Birinci səfər gedəndə getdi, evə alması bir şeylər var idi. Onları da aldı, qayıtdı, gəldi. O son gün gediş deyildi. Sadəcə ondan bir gün sonra idi. Zəng elədi ki, mən evə gəlirəm, tez qayıdacağam, mən veşmeşoğuma hazıram. Qalmayacağam çox. Elə bil ki, görüş üçün gəlirdi o gün. Gəldi, kartof qızartmışdım, çörək yedi, oturub. Sonra qalxdı ayağa uşaqlara, onun bir sözü vardı, düzülün uşaqlar, görüşək, mən gedirəm. Hərbiçi kimi, əsl hərbiçi kimi uşaqları qapının ağzına düzürdü, onlarla görüşüb elə çıxdı. Qapıda Nihata döndü, üzünü çevirib dedi ki, Nihat, mən gedirəm, ata, ev, ana, bacı sənə əmanətdir. Ola bilər ki, mən gəlmədim. Onun son görüşü elə oldu. Düzü biz yenə də inanmırdıq, çünki Rahim birinci gedişi deyildi, o hər dəfə gelirdi. Düşünürdük ki, yenə gələcək. Sonra vaxt keçdi, Rahim evlə əlaqə saxlayırdı, zəng eləyirdi, hələ döyüşlər başlamamışdı. Zəng elədi, Nihat həmin gün dərsini hazırlamamışdı, çox istəyirdi uşaqların oxumağını. Dedim ki, Nihat dərsindən yaxşı hazırlaşmayıbdı, dedi, ver telefonuma. Telefonu götürdü, Nihatla danışdı, dedim ki, bəs gördüm Nihat ağladı. Dedim, niyə ağlayırsan? Dedi, ata mənə dedi ki, anaya da bir şey olsa sizə kim baxacaqdır. Bəlkə mən gəlmədim, dərslərinizi oxuyun. Sonra aradan bir gün keçdi, yenidən zəng elədi. Axşam saatları idi, ayın 1-2-sinə keçən gecə idi, saat 10 radələri idi. Zəng elədi, uşaqlar necədir, kreditləri ödəyə bilmisənmi, evdə dolanışıq yaxşıdırmı, heç kimə möhtaclığımız yoxdur ki, yəni o qədər dəqiqliylə maraqlanırdı hər şeyi. Yəni orada olsa belə evini, ailəsini düşünürdü ki, çətinlikdə qalmasınlar. Bir sözü oldu ki, Nicatın səsini eşitmək istəyirdim. Nicat oyaqdı. Nicat yatmışdı o saatlarda. Saat 10 idi. Dedim, yatıb istəyirsən oyadım. Dedi, yox, dəymə, qoy yatsın. Bir onu deyirəm, kaş ki oyadardım. O zaman zəng kəsildi. Biz artıq tanışa bilmədik. Ona da geri dönüş ola bilmədiyi üçün mən geri dönüş edə bilmədim. Sonra biz o gecəni xəbərimiz olmadan Rahim döyüş meydanına çıxdı. Gecə saatlarından Rahim artıq telefonunu söndürüb döyüşə getdi. Bəli, Rahimin geri dönmək düşüncəsində olsaydı o telefonu söndürməzdi o gün. O telefonu söndürüb getdi döyüşə. Biz ona artıq zəng elədik. Zəng çatmadı. Çox çətin bir gün idi, səhər saatları idi. Artıq Tərtər istiqamətə gedən döyüşlərə görə insanlar oranı tərk etməyə başlamışdı. Mənə xəbər gəldi ki, Tərtəri boşaldılar, orada güclü döyüş gedir. Mən oradan əlaqə saxladım, soruşdum, dedilər ki, bəli, artıq Rahimgil gecə saatlarından saat 4 radələrinin döyüş bölgəsinə gediblər. Rahim bizə heç nə demədi. Rahim bizdən vidalaşmadı, sadəcə qapıdan çıxanda bizi oğluna əmanət elədi. O gün günorta saatlarına kimi Rahim döyüşdə oldu. Öz tankı ilə döyüş bölgəsində oldu. Ağır döyüşlər gedən saatlarda Rahim o döyüşdə idi. Talaş istiqamətində Ohanyan səddi deyilən bir sədd var. O səddi öz tankı ilə keçənlərdən birincisi deyək ki, Rahim olub. O saatlarda saat 2-3 radələrində Rahimin qarşısında gedən bir tank olub, dostlarının tankı. O tank vurulub, içində yoldaşları yanıb. Rahim öz dostlarını orada tərk qoymamaq üçün öz tankından düşür, o tankı oradan çıxartmaq üçün bu zaman düşmənin atdığı zireh Rahimin yanına düşür və Rahim ağır yaralanır. Onu görən digər dostları, digər tankçı dostları gəlib onu oradan öz tankına mindirib döyüş bölgəsindən çıxardılar. Sonra yaralı vəziyyətdə
Onu gətirirlər Tərtərdə hospitala. Biz o gecə Tərtərə xəbər alanda getdik. Qaynıma zəng elədim. Qaynımla getdik o saatlarda. Artıq döyüşlər gedirdi hələ də. Rahimdən biz xəbər ala bilmədiyimiz üçün mən tez-tez hərbi hissəyə onun yoldaşları var idi. Kirvəmiz, uşaqların kirvəsi idi. Ona zəng edirdik ki, Rahimdən xəbər ala bilmirik, bizə məlumat ver. Və o saatda o dedi ki, onun yoldaşı xanımı dedi ki, daha doğrusu Rahim artıq yaralanıbdır. Və biz getdik Tərtərə. Tərtərdən də Gəncəyə apardılar. Mən o gün Gəncəyə gedəndə yenə də ümidim var idi. Yaraların içində Rahim olmadığını, məni aldatdıqlarını. Çünki mən kiçik yaşlarımda idim. 90-cı illərin döyüşükdən vaxtı bizim qonşulardan itkin düşənlər var idi. Mənim yadımdan çıxmaz. Mən o şeyləri o qədər görmüşdüm ki, mənim üçün inanmırdım. Çünki itkin düşənlərimiz var idi. Bizim qonşumuzda bir xanım var idi. Hətta onlara ev vermişlər. Ona xəbər gəlir ki, yoldaşın sağdır. Xanım o evə yeni gedib girmişdi. Bir onu gördüm ki, gəlin qışqıra binanın qarşısında gəlirdi ki, yəni yoldaşının sağdır sözü yalan idi əslində. Amma o gəlinin o anı bir anlıq gözümdə idi. Dedim, bəlkə Rahim də oradakı yaralanan Rahim deyil. Bəlkə oxşadıqlar, bəlkə bənzədiklər. Ona görə mən həkimlə danışıb içəri keçdim. Rahim o vəziyyətini gözlərindən görüm deyə. Ağır bir yer idi, ağır bir məkan idi. İnsanın görmək istəmədiyi, nə qədər qürur duysaq da, nə qədər bizim üçün başucalığı olsa da onun adı, nə qədər şərəfli adı olsa da, yaxınının neçə illərlə ailən olan bir insanın o vəziyyətdə orada görmək insan üçün çox ağır bir itkidir deyək də. İnsan artıq həyatında o vəziyyətdə qaldı, koma vəziyyətdə. 3 ay, 6 gün. Siz hər gün dualar edirdiniz? Bəli, dualar edirdim. Rahimi görmək üçün gedirdim. Biz Mingəçevirdə mən 3 körpə uşaqla yaşayırdım. Rahim Bakıda idi. Mən buradan gedirdim Bakıya Rahimi görmək üçün. Bir neçə tək getdim, uşaqlarla getdim. Rahim hər dəfə görəndə bəzən reflekslər verirdi, əlini, ayağını tərpədirdi. Hər dəfə onda o irəliləyiş gördükcə sevinirdim, düşünürdüm ki, bəlkə də düzələcək, bəlkə yaxşı olacaq. Dua deyilsən. Bəli. Mən ilk dəfə gedəndə onu görmək üçün can atdım. Evdən gedəndə də məndə kitabda Ayət-ül Kürsü olan bir dua var. O duanı, vərəqini gözümün önündə də hal-hazırda vərəqi içindən çıxartdım, çantamda götürdüm özümlə ki, onu orada Rahim yanına keçə bilsəm, onun başının altına qoyacam. Amma qismət olmadı, özüm keçə bilmədim. Orada medsestralara verdim, dedim bu duadır, onu qoyun Rahimin başının altına, qoy hiss eləsin ki, mən buradayam, gəlmişəm, dualarım onlandır. İnanıram ki, o ayağa qalxacaq, biz yenidən evimizə bir yerdə qayıdacağıq, lakin qismət olmadı. Onsuzdur bu həyat qısadır, müvəqqətidir, bir gün gələn, bir gün köç eləyəcək və artıq o sonluğa doğru gedirik hər birimiz. Həqiqətən siz də çox çətin imtahan verirsiniz, öz əzizinizi itirməklə, bu uşaqları tək böyüdüb təhsil verməklə. İnşallah bu əziyyətin müqabilində Allah özü vəd verib ki, inşallah qovuşanda, cənnətində, inşallah qismət olsa, sevinəsiniz, bu üzüntülər arxada qalacaq. Bugün həyatda olsaydı, yəni burada olsaydı, ona nə demək istəyərdiniz? O qədər sözlər var ki. Mən onu deyərdim, mən tək oynayardım. Allah sizə can sağlığı versin. Rəbbim ömrünüzə bərəkət versin. İnşallah o uşaqları yerbəyer edəsiniz. Nəvət boyu qismət olsun sizə. Çox sağ olun. Var olasınız. Son sözünüz varsa buyurun. Bizə, Allahiyəmizə, özünüz. Bu illərdə bizi tək qoymayan dəyərli dostlar, qardaşlar, hər birinə təşəkkür edirəm. Xalqıma, millətimə, şəhidimi yaşadan, onun üçün hər çabasında onun anılarını həyatda saxlamaq üçün güc verən, güc göstərən, yanımızda olan, dəstək olan bütün insanlara, bütün kimlər ki bu illərdə bizə dəstək oldu, hər birinə çox-çox təşəkkür edirəm, çox-çox minnətdaram. Dövlətim, xalqım sağ olsun. Bu günlərim
üç övladımı bu cür böyütmüşəmsə də bunu xalqıma, millətimə də borcluyam. Necə ki, yoldaşım bəlkə də kənardan baxıb bizlə qürur duyur. Mən də xalqıma təşəkkür edirəm ki, bizi tək qoymadılar bu illərdə. Çox insanlar oldu bizə dəstək olan. Həqiqətən mənən, maddiyyən çox dəstək oldular. Mənim gücüm deyildi, bu bütün xalqımın gücü idi. Bizim yanımızda olan insanların gücü idi. Biz birlikdə bacardıq. Biz bütün bu olanları birlikdə bacardıq. Rahimin arzularını, o bizim arzularımızı reallaşdırdı, biz də onun arzularını reallaşdırdıq. Müharibə oldu, qanları bir yerdə qalmadı. Bəli, bəli. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Bəli, bugünkü günü Rahimin ruhu çox şaddır. Çünki Rahimin arzusunda olan Şuşa, Rahimin doğum günündən 2 gün öncə xəbəri gəldi və burada mən ziyarətdə idim. O gün o xəbəri özüm şəxsən Rahimə verdim və onun doğum günündə 10 noyabr, hətta siz həmən gün bizim evimizə ziyarətə gəlirdiniz. O gecəni mən yenə bura gəldim, gecə saat hətta yeməyimizi də yandırmışdıq. Çünki o qədər sevincli idim ki, o xəbəri Rahimə çatdırmaq üçün hətta yeməyi unutmuşduq biz. Yolu Rahim və onun timsalında aprel döyüşçüləri açdı və 40 illik müharibədə də Rahim arzusuna çatdı. Dövlətim Rahimə arzularına çatdırdı. Allahım onu öz ürəyindəki niyyətinə yetirdi. Rahim o günü Şuşaya çata bilməsə də Şuşa Rahimə çatdı. Mən Nicat Tağzadə, Rahim Tağıyevin oğluyam. Atanız şəhid olanda neçə yaşınız var idi? 6 yaşım var idi. Xatirələrinizdə qalıbmı? Çox çətin, amma danışdıqca artıq yada düşür yenə də. Hər zaman evdə, yəni belə deyək də, onun xatirələri danışılanda fəxr edirsən. Əlbəttə, fəxr eləməyəsə bir şəxs deyil ki, mənim atam. O ki, getdi müharibədə öz sinəsini qabağa çəkərək özünü sipər etdi dövlətinə. Şəhid oğlu olmaq necə bir hissdir? Şəhid oğlu olmaq, necə deyim, həm bir tərəfdən əysiksən, həm bir tərəfdən artıqsan. Belə deyə bilərəm ki, mənim atam qürur duyulası bir atadır. Amma belə bir şey də var ki, bu yaşda insan dərdlər olur, gəlib danışmazsan da sən orada. O cəhətdən. Və sən bura gəlirsən danışmaq üçün. Olurmu atanla söhbət eləmək üçün, tək qalmaq üçün gəlirsən, burada söhbət edirsən? Heç evdəkilərlə gəlmirsən? Onsuz da elə olmalıdır da. Neyini bilərik ki? Atan qəhrəmandır və müxtəlif medallarla təltif olunub. O medallardan deyərdim ki, şəhadətindən sonra. Şəhadətindən sonra müharibədə fərqlənmə üzrə 3-cü səviyyəli fərqlənliyinə görə medal veriblər. Bir də şəhadətindən 4 il sonra, yoxsa 2025-də bir dənə də medalla təltif edilib. Vətən uğrunda medalla təltif olundu prezident tərəfindən. Son sözün varsa, şəhid övladlarına fikrin varsa, ya layihəmizə buyururlarsa. Layihəniz üçün çox sağ olun, bizə həmişə yada saldığınız üçün, həmişə unutturmadığınız üçün şəhidimizi. Onu da deyə bilərəm ki, inşallah atamıza layiq bir övlad olacaq. İnşallah. Senin elinden aman ayrılık, benden can cöferin uman ayrılık. Dat senin elinden aman ayrılık, benden can cöferin uman ayrılık. Kalbimi zulmünle ram eyledikçe, kalbimi zulmünle ram eyledikçe, içimde inleyen keman ayrılık. İçimde inleyen keman ayrılık. Aman ayrılık, yaman ayrılık. Aman ayrılık, yaman ayrılık. İçimde inleyen keman ayrılık. İçimde inleyen keman ayrılık.
sayırdım, felek ne saydı. Belki bu baktıma yazılan paydı. Görmen ne sayırdım, felek ne saydı. Belki bu baktıma yazılan paydı. Sen benim yaramı sızlatmasaydın, sen benim yaramı sızlatmasaydın, beni sındırmazdı zaman ayrılık, beni sındırmazdı zaman ayrılık. Aman ayrılık, yaman ayrılık, aman ayrılık, yaman ayrılık, beni sındırmazdı zaman ayrılık, beni sındırmazdı zaman ayrılık. Derdimin dermanı gitti, gelen hoş günümün fermanı gitti. O gitti, derdimin dermanı gitti, gelen hoş günümün fermanı gitti. Oğlum yollarının kurbanı gitti, oğlum yollarının kurbanı gitti. Doldu gözlerime duman ayrılık, doldu gözlerime duman ayrılık. Aman ayrılık, yaman ayrılık, aman ayrılık, yaman ayrılık. Doldu gözlerime duman ayrılık, beni can evimden vuran ayrılık. Teğmen Allahveranov 1995-ci il iyulun 7-sində Mingəçevir şəhərində anadan olub. Azərbaycan ordusunun əskəri olan Teğmen Allahveranov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Teğmen Allahveranov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Teğmen Allahveranov ölümündən sonra vətən uğrunda cəsur döyüşçü və su qovşanın azad olunmasına görə medalları ilə təltif edilib.
Mən Allahveranova Rasimə, şəhid Telmanın anasıyam. Şəhidimiz neçənci ildə, hardan adam olub? 1995-də Mingəçevirdə anadan olubdu. İyun ayının 7-sində. Neçə bacı qardaş olublar? 2 bacıdır, bir dənə qardaşları var idi. Evin Belə. yəni yeganə oğluydu. Evinin tək oğludur. Bizim evimizin tək oğluydu. O mənim hər şeyim idi. Adətən oğullar analarına çox bağlı olurlar. Telman sizə çox bağlı idi. Çox, çox. Mən ona həmişə də demişəm. Ölüncən də deyəcəm. O mənim tək evlad deyil. O mənim sir yoldaşım idi. O mənim dostum idi. O mənim atam idi. O mənim hər şeyim idi. Əsas odur ki, o mənim oğlum idi. Başımın tacı idi. Xarakterindən danışın. Necə xasiyyətə malik idi? Onun tamam başqa bir uşaq. Yəni düzdür, evladın hamısı evladdır. Amma bilmirəm, bəlkə də o mənim yanımda çox olur, mənə çox bağlanmışdı, ona görə idi. Çox belə bütün hər şeyini hamı ilə paylaşan idi. Ürək yumuşaq idi. Əsas da odur ki, mən narahat olanda, bir şey olanda işdən bəlkə 10 dəfə zəng çalırdım. Amma dərmanı yanımda saxladım. Ondan evə cana gec gələndə bilirdi narahat olam. Evə çatana qədər yolda zəng çalırdı. Amma o şey çatıram, amma narahat olma yaxşıyam. Yəni o hər gün mənim səsimi eşitməsə dayana bilmirdi. İnanclı idi, dindar idi. Çox gözəl, çox əvvəlki bir vaxtdan dedim amma mən namaz qılmaq istəyirəm. Yəni düzünü deyəcəm. Biraz mən narazılıq elədim ki, Dediniz yəqin saxlayın. dedim birdən sonra dayandırarsan, fasilələr verərsən, yəni təcə günaha batarsan. Gördüm, yox, mümkün deyil, dayanmır. Kağızlar gətirir, oxuyur. Axırda işdə sağ olsunlar, 2 qardaşlar var idi. Ona təsbih də veriblər, namaz xalçasına veriblər. Yəni o başladı namazını qılmağa. Bugün onun evdə olan səccadəsindən, onun möhüründən də siz namaz qılırsınız. Namaz qılırıq, hə, o yəni heç kəsə qıymır. Amma özüm onunla namaz qılıram. Elə biləm mən namaz qılanda o da o namazı qılır. Hətta sizin yuxularınıza gəlmirmiş, deyib anam namaza başlasın, mən o danışarım. O vəbşə hə, çox müddət nə vaxtdan yuxuma girmir. Girəndə mənə heç elə bir şey demədi, amma mənim qızım da namaz qılır. Qızıma yuxusuna giribdi ki, ona deyilən namaz qılsın. Mənə o çox nə qədər dedi. Düzdür, ona o sözlər deyəndə deyə bilmirdim, gülürdüm. Görgənə bilmir, o da gülürdüm, amma Allah'a görgənəsə, burada çətin bir şey yoxdur. Amma yəni o yuxuda da bacısına dedi ki, mamam namaz qılsın. Şəhadətindən sonra sizə namaz öyrətdi. Hə, ona görə mən yadımda qalmırdı. O uşaq deyəndən sonra mən namaza başladım. 3 günün içində o namazı mən öyrəndim, əzbər bildim. Yuxularınız artıq gəlir. Gəlir, ürəyim istəyən kimi. O mən elə bir vaxt yuxuma gəldi. Onu mən namazın üstündə arzuladım, yatdım. Yatdım, yuxuda gördüm qapımızın ağzında oturmuşam. Uzaqdan kimsə gəlir. Qara paltar. O yügürə gəldi, gəl dedi, bu Telman'da. Gəldi, mən çatanda boynumu qucaqladı. Mənə o nətər sıxdısa, qoymadı qolum çıxsın. Mənə o nətər sıxdı, qucaqladı. Biz də baxdım göyə, amma yuxuda olmuşam. Allaha şükür elədim, onda ayıldım ki, mən yerimin içində oturmuşam. O qədər qollarım, sıx qollarım ağrıyır. Bir dəfə də mən onu yuxuda birisi hansı libasla görmüşəm. Gördüm əynində uzun, altdan ağ uzun paltar var. Üstünə geyindiği də yaşıl uzun var idi. Başında da bir sənə var. Belə dolanmış başında. Bak var idi. Bir də əlində bilmirəm, onu yadında deyil. Bilmirəm qılıncı idi, bilmirəm ağacı idi. Nə idisə əlində uzun bir şey də var idi. Son evdən gedişi də. Son gedişini. Namazını qılıb çıxdı. O işdən gəlmişdi. Bəlkə də vaxt alıram danışmağa, amma o işdən gəlmişdi. Açmışdı. Dedim, amma nə pişirmişsən? Dedim, lobiya.
Dedi isti yeyirəm. Sonra gördü xəmiri kündələmişəm. Dedim amma onu da yemirəm. Çörək pişirərsən isti çörəklə yeyəcəm. Ona kimi biraz uzanım. Getdi uzandı, çörək pişirib çağırdım, durmadı. Ay bala dur, çörək durmadı. Gecə saat 12-də bizim evə zəng gəldi. Ki, Telman Gülün evi dedik, elə bildik işdən. Dedi ki, ona deyin vankomata gəlsin. Çağırdım, bir ağız çağıracağın, dik atıldı, durdu. Dedim, ayda sən vankomatdan çağırırlar. Özün də çörək yeməmişsən. Dedilər, qol çəkib qaydacaq. Dedi, sən yeməyi zad isit gəlirəm. Saat 2-yə qədər zəng çaldım. Namazını deyirsən qılır. Namazını qıldı, getdik. Ac oldu, amma namazını... Namazını- Yemək yemədi, amma namazını Dedim, qıldı. gəlincə gecdim, sabahda 12-yə qədər. Dedim, amma mən çata bilməyəcəm qayıdıb namazı. Tez namazımı qılıb, çörəyə gələndə yerim, heç olmaz, sən isti saxla. Onu da gəlmədi. Hətta orada bir, siz bizlə danışmışsınız. Yəni sonuncu dəfə sizi öpməsi, sanki... O uşaq var, mən o həmişə xoşum gəlmir. Uşağı gəlib elə öpməkdən, ona görə bir xoşum gəlmir. Heç vaxt elə qucaqlayardım. Birdən qucağını alırdı, gəzdirir. Amma üzümdən öpmək xoşum gəlmir. Qapıdan çıxdı, Allah'ın dostu. Biz qapının ağzında divanın ayaq tərəfindən oturmuşdum. Heç ayağa da durmadım. Dedim, qol çəkib qayıdıb gəlir. Qapıdan çıxdı koridora. Koridorun qapısını açanda dalar qayıtdı. Gəldi, qəfil bizimlə öpdü, qaçdı. Elə bir ki, heç animamı tezindən öpdü, belə itələnən ki, öpdü, getdi. Ondan sonra bir daha gəlmir. Ondan sonra, yəni axırıncı çıxışı oldu. Yəni bilsən mən bilirəm, devlətə onun borcuydu. Heç vaxt demirəm, niyə şəhid oldu, niyə mən balama apardılar, onun taliyə qismət oydu. Amma deyəm, onu deyərdilər. Mən onu yedistirərdim. Onu yedistirərdim. Bilsən nətər, onu qucağıma alardım, doyunca onu iyi çəkərdim. Onların anlatmağını mən bağışlaya bilmirəm. Belə deyək, hansı istiqamətlərdə döyüşüb? Usu qovuşanda şəhid oldu. Orada da şəhid olub. Orada da şəhid oldu. Orada döyüşlər vaxtı danışa bilirsinizmi? Danışdı. Elə bir getdik, Telman ayın 20'si günü aparıblar Telmanı. 20'si 21 idi, bax elə getdi. Gündə də danışırdı. Təzədən 27'si günü evdəydik, dedilər müharibə başlayıbdı. Onda biz onu yığdıq, düşə bilmədik. Təzədəndən ayın 29'u günü bizə zəng çaldı. Bizlə danışdı. Dedim, ay dedə, bəs mən 3 gündür müharibə başlayıb, biz sizlə danışa bilmirik. Dedi, ay mama, burada heç nə yoxdur. Burada dedi, sakitlikdir. Bizə heç demə, onda onlar mühasirədəymiş. Sizi istəmirmiş ki, narahat Dedi, bir də bilsən mən nə deyim. Dedim, ama vaxt qısadır. Hərə ilə bir kəlmə danışım da. Dedim, nişanlınla da danış. Heç vaxt danışmırdı ki, başqa adamların nömrəsi. Dedim, amma sən Öbərlə də danışacağım. Özüm də yenə ağlıma gəlmədi ki, bu nə yaxşı onunla danışır. Mən dedi ki, amma tez ara kəsilərsə bir kəlmə sözləyim. Nə olursun, mən ağladım onunla. Dedi, nə olursun, amma heç vaxt ağlama. Heç vaxt dedi, ağlama. Olacağını hiss edənlər sanki elə öz analarına vəsiyyət edib ki, dik dur. Haqqı. Dedim, amma mən ağlamağımı dözə bilmir. Biraz doluqdu, o da ağlayır. Dedim, ama qadınım, eləmə daha, eləmə. Nə olursun, sən ağlama. Ne bu? Dediniz, şəhidimiz nişanlıydı. 4 ay idi. Elə bil biz onu iyul ayında nişanladık. 3 ay idi da belə nişanlıydı. Hədislərdə var ki, subay şəhidlərimiz inşallah cənnətdə Peyğəmbərimiz evləndirər onları. Müvəqqəti bir həyatdır. Əsl axirət həyatıdır, dünya həyatı fanidir. Bir gün gələn onsuz bir gün gedər. Biz də bir gün ölüm kərvanına süvar olub bu dünyanı tərk edəcəyik. Şəhidlərimiz də cənnət əhlidir. Həm də şəhid Telman da özü imanlı bir şəhid idi. İmam Hüseyin əleyhissalama bağlı bir şəhid idi. Bir gün cənnətin qapısında Telmanla qarşılaşsaz, cənnətdə onu görsəz, ona nə deyəcəksiniz? Görsəm ki, o yaxşıdır.
yəni orada rahatdırsa, ona heç nə sual vermərəm. Bircə Allahıma şükür eləyərəm. Allahıma şükür eləyərəm ki, yəni o orada rahatdır. Həyatda da ən bircə dənə arzum odur. O bircə dəfə mənim yuxuma girib desəm, amma mən rahatam. Allah'a qağlamaram. Bu barədə Allah Quranda vəd verir ki, onlar mənim yanımdadır, ruzi yeyirlər. Allah sizə səbr versin, Allah can sağlığı versin. Çox sağ ol. Son sözünüz varsa, buyurun. Mən son söz nə deyim? Onsuz da biz çəkdiyimizi çəkirik. Allah sizdən də razı olsun ki, bizim uşaqlarımızı tanıdırsınız. Heç vaxt bizi unutmursunuz. Fərqi yoxdur. Siz də bizim evladımızsınız. Sağ olun. Sizi görəndə biz də rahat oluruq. Yəni biraz sizinlə danışırıq, yüngülləşirik, rahatlaşırıq. Yaxşı ki varmısınız. Allah sizə can sağlığı versin. Çox sağ olun. Balası da yaşadasınız. Çox sağ olun. Allah sizə dəyməsin. Mən Fazil Allahverənov Aydınoğlu, şəhid Allahverənov Teləman atasıyam. Şəhidimiz necə oğluydu? Sizə bağlıydımı? Şəhidimiz ümumiyyətcə ailəyə bağlı oğluydu, ataya, anaya bağlı oğluydu, tək oğluydu, zəhmətkeş oğluydu. O özü könüllü getmişdi döyüşlərə. Çağrışçıydı, bəli. Çağrışçıydı. Görün nə qədər vətənə bağlı olub ki, yəni vətənin dar günündə gedib döyüşlərdə iştirak edib, şəhadət zirvəsini ucalıb. Bir ata üçün oğul itkisi böyük bir imtihandır. Əlbəttə ki, böyük bir imtihan, böyük bir dərddir. Ondan başqa dərd olarmı? Amma fəxr edirsin. Əlbəttə fəxr edirlər, siz uşaqlardılar, hamısı təm mənim oğlumdur. Bütün şəhidlər fəxr edilməsi oğlanlardır, uşaqlardır. Adətən deyirlər ki, şəhid ataları təklikdə ağlayır. Tərlidə ağlayırıq, ürəyimizdə ağlayırıq, yəni el içində ağlaya bilmirik. Ata deyirlər ki, biraz dözümlü olur, amma yəni içimizdə ağlayırıq. Son görüşünüz, döyüşə yollanması o barədə danışardıq. Sizdən Döyüşün gece saat 12'də idi, zəng gəldi ondan. Elə bizim dostlarıdır. Deyirlər, dedim evdədir. Gəlsinlər, qol çəkib getsin. Apardım vayıqları, gece saat 1 idi. 12-1 arası. Sənədlərini aldılar, açarkanı aldılar, verdilər maaşı, arxadadır, qol çəkib gəlir. Heç görüşməyə də imkan vermədilər. Bir də onda soruşdum, dedilər ki, gedib, avtobüsə minib gedib. Telefonla danışa bilirdiniz. Ara sıra bir danışmaq deyəndə ki, sentyabrın 29'unda axırıncı danışığımız oldu. Ondan sonra da danışıq olmadı. Sizə nə dedi, son sözü nə oldu? Heç nə, dedim, yəni afiyet olun, narahat olmayın, gələcək, vətən uğrundayıq, yəni biz də burada vuruşuruq. Narahat olmayın, dedi, vətən uğrundayıq, gələcək bizdə. Sonra, belə deyək, siz bir müddət itkin yolu gözdərdiniz. Müharibə bitdi. Bəli, müharibə bitdi, gəlmədi. Bir ucu Ağstafa, Qazax, bir ucu Füzuli, Tərtər, hər gün gedirdim, hər gün. Siz özünüz gedirdiniz. Bəli, özüm gedirdim. Bu barədə bir qədər danışaq ki, Özüm gedirdim, hər səhər elə gedirdim, gəlirdim, bir də qayıdıb gedirdim. Eşidirdim ki, huşsuzlar gəlibdi harasa, sırası dayanmadan gedirdim oraya ki, ola bilər huşsuzdur, adım deyə bilməzsən. Bəli, xəstəxanalara hamısına. çox çətin idi. Bakıya belə sifarişlə göndərdim, adamlar da var idi. Onlar da dedi ki, o papayla zadı da dedilər, gəlmişlər. Oraya kim də getdim, mümkün olmadı. Fazil əmi, ümidiniz var idi ki, sağdır. Ümidimiz indi də var. Yəni ümidsiz insan yoxdur. Ümidimiz var ki, sağ idi. Əlbəttə ki, bəli, ümidimiz var, axtarırdı. İndinin özündə də geri baxsan ki, fikirləşsən, ümid edirsən ki, gələ bilər, bəli. Gələ bilər. Belə deyək, o xəbəri sizə kim verdi? Nə zaman bildiniz ki, şəhid oldu? Onu bir qədər danışardınız. O xəbəri rəhmətli xan baba var idi. Şəhidlərimizi gətirirdi o. Allah qəni-qəni ona da rəhmət eləsin. Mən ondan bir iki dəfə soruşdum, o demədi. Dedim, məni də apar özünə cəhbəyə. Dedi, yox, bıraxmırlar səni, hara aparım. Dayısı gəldi, dayısına yola çaldı. Dayısı dedi ki, onun oğlu şəhid olubdu, özüm deyə bilmirəm. Buna da xəbərim var, bankomat dedi. Qapıya da gətirməyə Aygün xanım vardı, Qazi Aygün. Aygün bacımızı gətirdi. Xəbər edilər ki, uşaq gəldi, gəlin aparım. Şəhadətindən sonra hansı medallarla şərif oldu? Şəhadətindən sonra, ölümündən sonra medalı idi. Cəsur döyüşçüdür, bir də Skorşan uğrunda.
vətən uğrunda su qovuşan və cəsurdur. Bəli. Son sözünüz varsa, buyurun. Son sözüm cəmi şəhidlərə Allah da rəhmət eləsin. Sizə də Allah kömək olsun. Allah sizləri qorusun. Çox sağ olun ki, əziyyət çəkmisiniz bu 5 ildə. İşıqlandırırsınız, çəkirsiniz, əfirlərə verirsiniz. Allah sizdən dönə razı olsun. İşiniz davamlı olsun, ardımsız olsun işiniz. Allah köməyiniz olsun. Sağ olun. Ülker Allahveronova Fazil qızı, şəhid Allahveronov Telmanın bacısıyam. Siz iki bacı, bir qardaş. Bəli, iki bacı, bir qardaşım. Bacıların sevimlisi demək olar Telmana. Sevimlisi, ürək paramız, yəni baş tacımız, hər şey. Necə xarakteri var idi? Çox gözəl, yəni uşaqla uşaq idi, böyüklə böyük, yəni heç kəsin xətrinə dəyməzdi. Heç kəs deyə bilməz ki, biz Telman dilindən incimişik. Heç vaxt o sözü eşitmərik də. Yəni fəxr edirik onunla ki, belə bir qardaşımız var, belə bir qardaşın bacısıyıq biz. Yoxluğunu hiss edirsiniz. Çox hiss edirəm. Elə vaxt olur, o qədər dərdləşmək istəyirəm ki, ondan tapa bilmirəm. Hətta sizin yuxularınıza gəlir. Gəlir, çox gəlir yuxularıma. Demək olar ki, mən sirdaşım idi da, hər şeyimi o bilirdi. Onunla danışırdım, onunla bölüşürdüm. Haydi elə hər ayıma çatan olubdu mənim. Yoxluğu bilinirdi. Elə vaxtda elə bir an olur ki, iyini mən hiss edirəm onu. Toyuna hazırlaşırdınız. Hazırlaşırdıq, nişanı oldu, həyəcanlanırdı, çox həyəcanlanırdı ki, nişanlanıram. Nişanı oldu, toyuna hazırlaşırdı ki, toyumda belə olacaq, elə olacaq. Yəni, indi oturub planlarını qururdu ki, nətər olmalıdır toyu. Heç qismət olmadı, görə bilmədi. Kadrlarına baxırıq, o qədər deyif, Güləndir, sevər. çox heç vaxt onun sıxıntısı da olsa, üzüntüsü də olsa, onu heç vaxt bizə bir üzə vermirdi. Heç vaxt, həmişə danışırdı, gördü. Nəsə biz dərdləşəndə, biz nəsə problemimiz olanda həmişə deyir ki, fikir verməyin. Həyat qısadır, yaşamağa dəyər. Heç o sözü deyirdi. Şəhid bacısı olmaq necə bir his? Gözəl hissdir. Çox gözəl hissdir. Düzdür, onun ağrısı, onun itkisi bizə çətindir. Düzdür, yoxluğunu dözmək çətindir. Amma o adı daşımaq fəxirdir də. Çox gözəl bir şeydir ki, biz şəhid bacısıyıq. Mən qürur duyuram ki, mən Telmanın bacısıyam. Belə, son olaraq nəsə sözünüz, nəsə fikriniz varsa? Son olaraq, Allah bütün şəhidlərə rəhmət eləsin. İçində mənim qardaşım olmaqla, yəni yenə də deyirəm, fəxr edirəm elə bir insanın bacısıyam. Düzdür, bu anı yaşamaq istəməzdim. İstəməzdim qardaşsız yaşayamı. Qardaşları görəndə istəsəmiz, mən özüm canım yanır, rəyim varır. Amma da fəxr edirəm ki, o adı o bizə yaşatdı. O şanı, o şöhrəti bizə yaşatdı. Onunla fəxr edirəm. Sağ olun. Gitme yavrum, yavrum, oğlum. Beni yalnız bırakırsın, nereye gidersin yavrum? Gitme oğlum, Memo Dertleri bitmedi be güzel annem. O güzelin gözleri gülmedi be canım annem. Ağlama sen, kıyamam gözyaşına, dayanamam bir sen gül güzel annem. Yanarım ellerini, tutamam saçlarına, dokunamam sen gülsün canım annem. Seni bir kır çiçeği gibi koklayamam, sevemem. Kaderin oyunu bu annem, bir daha geri dönemem. Seni bir kır çiçeği gibi koklayamam, sevemem. Kaderin oyunu bu annem, bir daha geri dönemem.
Yavrunu sarmadın mı güzel annem? Doya doya bağrına basmadın mı garip annem? Ağlama sen, kıyamam gözyaşına, dayanamam bir sen güzel annem. Yanarım ellerini, tutamam saçlarına, dokunamam sen gülsün canım annem. Seni bir kır çiçeği gibi koklayamam, sevemem. Kaderin oyunu bu annem, bir daha geri dönemem. Seni bir kır çiçeği gibi koklayamam, sevemem. Kaderin oyunu bu annem, bir daha geri dönemem. Dertlerin bitmedi mi güzel anne? O güzelim gözlerin gülmedi mi canım anne? Ağlama sen, kıyamam, gözyaşına dayanamam. Bir sen gül güzel anne. Yanarım, ellerini tutamam, saçlarına dokunamam. Sen gülsün, sen cansın güzel anne.